Salam, hər vaxtınız xeyirli olsun. Bu gün sizinlə 2021-ci il 27 iyul qəbul sualları ilə tanış olacağıq. Baxaq 31-ci sualımıza. Məsələnin şərtində deyilir: fotoeffekt üçün cəryan şiddətinin katodla anod arasındakı gərginlikdən asılı qrafiki verilmişdir. Udulan fotonun enerjisi Y bərabərdir 6,8 vurulsun 10⁻⁹ jouldur. Elektronun katoddan çıxış işini hesabla. A çıxış bərabərdir suala. Əvvəlcə fotoeffekt üçün Einstein tənliyini yazaq. Foton enerjisi bərabərdir. Bu da foton enerjisidir. Çıxış işi üstünə gəlinsin. Əgər burada gərginlik verilibsə, bu formada yaza bilərik. Y, U saxlayıcı gərginlik. Buradan A çıxışı tapsaq, foton enerjisi çıxılsın. Y, U saxlayıcı. Gətirib məlum olan qiymətləri yerinə yazsam, 6,8 vurulsun 10⁻⁹ çıxılsın, Y 1,6 vurulsun 10⁻⁹ vurulsun. Gərginlik isə saxlayıcı gərginliyin qiyməti bu nöqtəyə düşür. Yəni 2 modulunu götürəcəyik. 2. Buradan da hesablasaq, 1,6-nı 2-yə vuranda 3,2, 6,8-dən 3,2-ni çıxanda 3,6 vurulsun 10⁻⁹ joule eləyəcək. Yəni düzgün cavab A variantı olacaq. Davam edək. Sonra 32-ci sualımız. Şaquli yuxarı atılmış cismin potensial enerjisi 20 joule artırsa, kinetik enerji necə dəyişər? Uşaqlar, əgər havanın müqaməti nəzərə alınmırsa, tam enerji sabit qalmalıdır. Tam enerjidə kinetiklə potensial enerjinin cəminə bərabərdir. Potensial enerji 20 joule artıbsa, bu deməkdir ki, kinetik enerji 20 joule azalmalıdır ki, tam enerji sabit qala bilsin. 33-cü sual. C2 kondensatorun lövhələr arasında dielektrik daxil etdikdə kondensatorların köynəkləri arasındakı gərginlik necə dəyişər? Baxırıq ki, ikinci kondensatora dielektrik daxil ediblər. Onun düsturunu yazsaq, o bərabərdir Q bölünsün S-dir. Q bölünsün, S-nin yerinə yazaram epsilon, epsilon 0, S bölünsün D. Görürük ki, gərginliyi dielektrik nüfuzu olunan tərs asıdır. Yəni, dielektrik daxil etdikdə epsilon artır, nəticədə gərginliyi azalacaq. O2 gərginliyi azalacaq. Bəs O1 gərginliyi necə dəyişir? Əslində, O1 birinci kondensatorda heç bir dəyişiklik baş verməyib. Sadəcə, mənbənin gərginliyi sabit qalması üçün U bərabərdir, U1 üstə gəlsin, U2-dir. Əgər U2 azalıbsa, U1 artmalıdır ki, mənbənin gərginliyi sabit qalsın. Artar, azalar, C variantı olacaq. Sonra davam edək. 34. Termorezistoru soyutduqda, termorezistor yarım keçiricidir. Yarım keçiricilərdə müqamət temperaturdan tərs asılıdır. Əgər bunu soyuduruqsa, müqaməti nə etməlidir? Artmalıdır. Müqaməti artar, C variantı. 35-ci sualda cismin başlanğıc sürətinin hesablanması lazımdır. Birinci qrafikə nəzər yetirmək lazımdır. Cisim yer səthindən şaquli yuxarı atılıbdır. Deməli, bu 3 saniyə yuxarı qalxıbdır. Yerdə qalan 3 saniyədə aşağıya düşüb. Deməli, bunun T qalxması 3 saniyədir. V0-ı tapsaq, T qalxmanın düsturu ilə gəlsək, T qalxma bərabərdir V0 bölünsün J. V0 bərabərdir J T qalxma. Yəni 3-ü vuracaq ona 30 metr bölünsün saniyə eləyəcək Y variantı. Sonra 36-cı sualımızla tanış olaq. 30 litr həcmli ağzı bağlı qabda müəyyən qədər sıxılmış hava var. Havanın yarısını qabdan buraxdıqdan sonra qabda qalan hava neçə litr olar? Əvvəlcə gəlin baxaq havanın aqreqat halına. Qaz halındadır. Qazlarda da belə bir xüsusiyyət var ki, qaz olduğu qabın bütün həcmini tutur. Yəni biz bunun yarısını buraxırıqsa, deməli bunun kütləsi azalıbdır. Amma həcmi dəyişməyəcək. Həcmi dəyişmir. Yəni 30 litrdirsə 30 litrdə qalacaq. Sonra 37-ci sual. Fokus məsafəsi 40 cm olan toplayıcı dincada cismin 4 dəfə kiçildilmiş həqiqi xəyala alınmışdır. Cisimlə xəyal arasındakı məsafə nə qədərdir? Gəlin belə eləyək məsələmizi bu formada yazaq. Verilənləri yazsaq. Deməli, fokus məsafəsi
40 santimetrdir. Cavabı metrlə ifadə etməliyik. Ona görə 0,4 metr yazacağım. Linzada cismin 4 dəfə kiçildilmiş həqiqi xəyal alınır. Deməli, 4 dəfə kiçildilmişdirsə, D bərabərdir 4F yaza bilərik. Bunu yazandan sonra nazik linza düsturunu yazaq. 1 bölünsün F bərabərdir 1 bölünsün D. Üstə gəlsin 1 bölünsün F-dir. Həqiqi xəyal olduğu üçün düsturumuz bu formada olacaq. 1 bölünsün F bərabərdir DF. F üstə gəlsin D. Əgər belə də yaza bilərik, tərsinə çevirsək də F bərabərdir DF. F plus D. Gətirək qiymətləri yerinə yazaq. F 0,4-dür. Bərabərdir. D-ni 4F götürmüşük. 4F vurulsun F. Aşağıda ikisinin cəmidir 5F-dir. F-lər ixtisarcıdır. 4F bərabərdir 2-yə. F də bərabərdir 2 bölünsün 4-ə. Yəni 0,5-ə. Biz xəyal məsafəsini 0,5 tapdıq. Amma bizə deyir ki, cisimlə xəyal arasındakı məsafə. Cisimlə xəyal arasındakı məsafəni tapmaq üçün D üstə gəlsin F cəmini tapmaq lazımdır. Mən F-i tapdım 0,5. Deyirdi ki, D-də 4F-dir. Yəni ikisinin cəmi 5F-i verəcək. 5-i də 0,5-ə vuranda 2,5 metr eləyəcək. A variantıdır düzgün cavab. Sonra 38-ci sualımıza baxaq. 38-də üçüzlü prizmada dispersiya hadisəsi müşahidə olunubdur. Bizdən dalğa uzunluqları və sındırma əmsallarını istəyir. Əvvəlcə şəkilə baxaq görək hansı uşağımız daha çox sınıbdır. Şəkildən də göründüyü kimi ikincinin sınması daha çoxdur. Ona görə N2 böyükdür N1-dən. Daha doğrusu N1-dən. N1-dən. Dalğa uzunluğu isə sındırma əmsalından düsturumuzu yazaq. Tərs aslıdır. Tərs aslı olduğu üçün lambda 1 böyükdür lambda 2 yazacağıq. Yəni düzgün cavab 1 2-dən böyükdür, 2 1-dən C variantı olacaq. 39-cu. Sərtliyin vahidini bizdən soruşur. Sərtliyin əvvəlcə düsturunu yazaq. K bərabərdir F bölünsün X-dir. Vahidlə ifadə eləsək 1 Newton bölünsün metr. Newton da əsas vahidlərindən 1 kiloqram vurulsun metr kvadratı bölünsün. Daha doğrusu kiloqram vurulsun metr bölünsün saniyənin kvadratı. Bunu mən Newton yerinə yazdım. Saniyə kvadratı. Bir də məxrəcdə metrimiz var idi. Metrlər getdi. Yerdə qaldı 1 kiloqram bölünsün saniyənin kvadratı. 1 kiloqram bölünsün saniyənin kvadratı. Y variantı olacaq 39-da. 40-cı sualla tanış olaq. 40-da. Bizdən işlərin nisbətini istəyir. Baxın uşaqlar, bu tip məsələlərdə ümumiyyətcə PV diaqramında fiqurun sahəsi bizə görülən işi verilir. Əgər belə qapalı diaqramsa, burada yaranan fiqurların sahəsinə baxacaq. Gəlin A1-ə baxaq. A1 bərabərdir. Fiqurumuz düzbucaqlı, üçbucaqlı katetlərin hasilinin yarısını götürəcək. Baxırıq ki, katetlərimiz 1-dən 6-ya, yəni 5 vurulsun. Digər katetimiz isə 1-dən hara kimi gəlibdir bu? 5-ə gəlib, yəni 4-dür. Vurulsun 4, bölünsün 2. 5 dəfə 4-ünü 20, 2-yə böləndə 10. Bu A1-dir. A2-ni tapsaq, A2 bərabərdir. Yenə eyni qaydada baxırıq katetlərimizə. Deməli, 2-dən 6-yadır. 4 vurulsun 6-dan 8-ə 2 bölünsün 2 elə bu da bizə verəcək 4-ü. Bizə deyir ki A1 bölünsün A2 yəni 10 bölünsün 4 nisbətini istəyir 2,5. Cismə təsir edən 41-ci suala baxırıq. Qüvvənin proyeksiyasının koordinatından aslıq qrafik verilmişdir. Onun 6 metr yolda gördüyü işi hesablayın. Fx qrafikində fiqurun sahəsi bizə görülən işi verəcək. Bizim fiqurumuz trapesiyadır. Trapesiyanın sahəsində tapmaq üçün oturacaqları toplayıb 2-yə bölüb vururduq hündürlüyə. Onda yazaq S bərabərdir. Oturacaqlar biri 6-dır. Digəri, bax bu hissə bizə 4 verəcək. Üstə gəlsin 4. Bölünsün 2 vurulsun. Hündürlüyü isə bax bu qədərdir. Yəni 8-dir. Hesablasaq 6 üstə gəl 4. 10, 12-yə böləndə 5, 5 dəfə 8-dən 40 joule eləyəcək. Görülən iş 40 joule bərabərdir. Yenə deyirəm, Fx qrafikində fiqurun sahəsi bizə görülən işi verir. Davam edək. 42-ci sual. Riyazi rəqqasın tezliyini, sapın uzunluğundan, qravitasiyasının intensivliyində və rəqsin amplituddan asılı qrafiki hansılardır?
Təbii ki, tezinin düsturunu yazmaq lazımdır. Nü bərabərdir 1 bölünsün 2 pi. Kök altında j bölünsün eldir. Görürük ki, düsturda nə var onlardan asılıdır. J'dən asılıdır. Özü kök altı düz asılıdır. Uzunluqdan tərs asılıdır. Amplituddan asılı deyil. 2, 4, 6 bir variant olacaq. 43-cü sual. Cəryan şiddətinin dəyişmə sürəti verilibdir bizə. Cəryan şiddətinin dəyişmə sürəti, yəni delta I bölünsün delta T verilibdir. Olduqda öz-özünə induksiya EHG-si yaranır. Konturun induktivliyini istəyir. EHG-miz də 2 milli Weber'dir. Millini çevirmirəm çünki cavablar da milli iləndir. EHG-nin düsturu belədir. Induksiya EHG-si bərabərdir L delta I bölünsün delta T. Gətirib qiymətləri yerinə yazsaq, induksiya EHG-sinin qiyməti 2-dir. Bərabərdir L vurulsun 0,5. L-i də tapanda 2-ni böləcəyik 0,5-ə. 20-ni 5-ə böləndə 4 milli henri eləyəcək. Doğru cavab Y variantdır. Sonra 44-cü məsələmizdən davam edək. Bu tip suallar da qəbula tez-tez təkrar formada düşən suallardandır. 27 dərəcə temperaturda əvvəlcə dərəcə səsini Kelvinə çevirmək lazımdır. Yoxsa məsələnin cavabı düzgün alınmaz. 300 Kelvindir. Üstünə 273 gəlirik. Fi 50% yazaq. Su buxarının parsial təzyiqi isə P hərfi ilə işarə olunur. P bərabərdir suala. Molyar kütlə 18 vurulsun 10 üstü mənfi 3. Universal qaz sabiti 8-dir. Bizdə burada doyan su buxarının ρ0 veribdir. ρ0 isə 3 vurulsun 10 üstü mənfi 2-dir. Bizim belə bir düsturumuz var. P bərabərdir ρ RT bölünsün M. Amma burada diqqətli olun. Bu ρ bizdə doyan su buxarının sıxlığı deyil. Doyan su buxarının sıxlığı ρ0-dır. ρ mütləq rütubətdir. Və yaxud da ki, bəli, elə mütləq rütubət kimi götürə bilərsiniz. Bəs ρ-nu biz hardan tapaq? Bizə fi-ni ρ0 ona görə verib ki, biz ρ-nu tapaq. Fi bərabərdir ρ bölünsün ρ0 vurulsun 100%. Mən buradan ρ-nu tapsam, fi-ni vuraram ρ0-a, bölərəm. Deməli, 100-ə bölərəm. 50 vurulsun ρ0, 3 vurulsun 10 üstü mənfi 2 bölünsün 100. Bunlar ixtisar edəcək 2-yə, cavab edəcək 1,5 vurulsun 10 üstü mənfi 2. Bu ρ0-dır. Gətirib burada, daha doğrusu ρ-dur. Gətirib burada məsələdə yerinə yazsaq, 1,5 vurulsun 10 üstü mənfi 2, mənfi 2, 8, 300. Molyar kütləmiz nə qədər idi? 8 idi. Yox, molyar kütlə 8 deyil. Bir dəqiqə. 18-dir. 18 vurulsun 10 üstü mənfi 3 eləyəcək. Belə. Gəlin məsələmizi həll eləyək. Deməli, 10 üstü mənfi 3 bunlar ixtisar getdi. Məxrəcdə qaldı 1,8. Yuxarıda 15. Deməli, bunları hesablasaq bizə verəcək 2 kilopaskalı. 2 kilopaskalı. 2000 edir, onu da 2 kilopaskalla ifadə edə bilərik. A variantı. Sonra davam edək. 45-ci məsələ. Bizə M nöqtəsindəki xarici müqaməti istəyir. Yadınızda saxlayın. Bu nöqtə epsilon qiymətidir. Bu nöqtə isə qısa qapanma cəryan şiddətinin düsturudur. Gəlin biz daxili müqaməti birinci tapaq. Qısa qapanmadan, qısa qapanma bərabərdir epsilon bölünsün R-dir. R də bərabərdir epsilon, yəni 30 bölünsün 10. Deməli, daxili müqamətimiz 3 ohmdur. Sonra i-nin düsturunu yazırıq. Dövrə hissəsi üçün ohm qanunu yazırıq. Epsilon bölünsün R plus R-dən. Gətirib məlum olan qiymətləri yerinə yazırıq. M nöqtəsində i-ni, daha doğrusu burada i-ni verməyib mənə. İğne verməyibsə bu düsturdan yazmayaq. Belə onun düsturu var. O bərabərdir epsilon R, R plus R. Çünki M nöqtəsində onun qiyməti verilibdir. Onun qiyməti 5-dir. Epsilon nə qədər idi? 30-dur. 30 vurulsun R.
R yoxdur. Daxili müqaməti isə biz nə qədər tapdıq? 3 ohm tapdıq. Üstə gəlsin 3-ə. Məsələmizdə həll etsək, deməli 5 ilə 30 ixtisar gedir, burada qalır 1, burada qalır 6. Çarpaz şəkildə vursaq, R üstə gəlsin 3 bərabərdir 6 R-ə. R-ləri bir yerə yığsaq, deməli 5R bərabərdir 3-ə, R bərabərdir 3 bölünsün 5-ə, yəni 0,6 ohm eləyəcək. D variantı doğru cavabdır. 46-cı məsələ. Ferromaqnit içlik sarğasından çıxarıldıqdan sonra sarğasında maqnit sahəsinin enerjisi və maqnit seli necə dəyişər? Yadınızda saxlayın ki, ferromaqnit içlik çıxardılanda maqnit sahəsinin enerjisi, maqnit seli, maqnit induksiya vektoru, induktivlik, bu 4 cəmiyyət ferromaqnit içliyi çıxardanda azalır, ferromaqnit içliyi daxil edəndə artır. İndi burada çıxardılıbsa, təbii ki, azalacaq. Hər ikisi azalar. Azalar. E variantı doğru cavabdır. Bizdə 47-ci sualda deyilir ki, hansı prosesdə qazın sıxlığı azalar? Baxırıq ki, PT qrafiki verilibdir. Düsturumuzu belə yazsaq, P bərabərdir Rho, R, T bölünsün M. Sıxlığı buradan tapaq elə. Rho bərabərdir PM bölünsün R-də. Görürük ki, sıxlıq təzyiqdən düz temperaturdan tərs asıdır. Yəni, sıxlığın azalması üçün təzyiq azalmalıdır. Təzyiq harada azalır? 1,5-də azalır. 1,5 doğru cavabdır. Daha doğrusu 1,5-də təzyiq azalmır. Üzr istəyirəm. 1,6-da təzyiq azalır. 1,6. Sonra temperaturun tərs asılı olduğu üçün temperatur artmalıdır. Temperatur da artır. 1,2-də temperatur artır. Doğru cavab C variantı olacaq. Sonra 48-ci məsələ. Venn diaqramını tamamlamalıyıq. Yüklər sisteminin potensial enerjisi dəyişir. Gəlin birinci məsələmizin şəklinə baxaq. Hərəkət elətdirən. Deməli, sükunətdəki mənfi Q0 yükünün elektrik sahəsinə hərəkət elətdirilən müsbət Q1 və Q2 yükləri uyğun vəhdlərdə müəyyən edin. Mənfi müsbəti özünə doğru cəzb eləyəcək. F qüvvəsindən cəzb edir. Bu, birinci. Qüvvələ yerdəki sürət üst-üstə düşdüyü üçün Y-ilə hərəkət edir. Kinetik artır. İş müsbətdir. Potensial neynədir? Azaldı. Keçirik aşağıdakına. Yenə eyni qaydada cəzb olunacaq F qüvvəsinə. Təbii ki, bunlar bir-birinin əksinə yönəldiyi üçün kinetik azaldı. İş mənfidir. Potensial isə artdı. Potensial enerji hər ikisinə dəyişdi. Birində artdı, digərində azaldı, amma nəticədə hər ikisində dəyişdi. Qüvvənin modulu artır. Qüvvənin modulunun artdığını hardan bilərik? Aralarındakı məsafəyə görə F bərabərdir K, Q1 modulda Q2 bölünsün epsilon R-in kvadratı. Məsafədən tərs asılıdır. Məsafə, deməli, qüvvənin artması üçün modulu artır, məsafə azalmalıdır. Yəni, yaxınlaşmalıdır. Bu da birinci şəkildədir. Təsir edən qüvvənin istiqaməti sahə tərəfindən təsir edən sola yönəlib. Hansında sola yönəlibdir? O da birinciyə aiddir. 3-də buraya yazırıq. Görülən iş müsbətdir. Daha doğrusu sola hər ikisinə yönəlibdir. Niyə buraya yazıq ki? Sola hər ikisinə yönəlibdir. 3-ü buraya yazırıq. Bu 1 idi. Bu 1 idi. Bu da 3-dür. Harada qaldıq? İş müsbətdir birincidə. İş mənfidir ikincidə. Deməli 2, 4, 1, 3, 5 C variantı doğru cavabdır. 49. Deməli, yüklənmiş iki eyni metal kürə müsbət yüklü lövhənin üzərindən asılmışdır. Kürələr bir-birinə toxundurulub. Əvvəlki vəziyyətinə gətirildikdə sapda yanan gərilmə qüvvələri necə dəyişir? Yəni, belə eləyək də, birinci halda bu aşağıya doğru cəzb olunur. Bu isə yuxarıya doğru itələnirdi. Yuxarıya doğru itələnirdi. Bunları bir-birinə toxunduranda nə baş verəcək? Deməli, qayda belə idi ki, toxundurmadan sonraki yükləri tapmaq üçün yükləri toplayırdıq. Yəni, mənfi Q ilə. Q-nü toplayıb sayına bölürdük. Bəli. Yəni, 0 edir. Bu demək ki, bunları bir-birinə toxunduranda bunlar neytrallaşır. Yükləri 0 olur. Yüklər 0-dırsa, təbii ki, bunlar artıq lövhə tərəfindən itələnməyəcək və yaxud da ki, cəzb olunmayacaq. Cəzb olunmayacaqlarsa, baxın, birincidə bu aşağıya doğru cəzb olunurdu.
Amma indi cəzb olunmur. Təbii ki, gərilmə qüvvəsi nə edəcək? Azalacaq. Aşağıya doğru çəkən qüvvə azaldı axı. Yəni yoxdur aşağıya doğru çəkən qüvvə. Ona görə T1 nə edəcək? Azalır. T2-yə baxırıq. T2-də isə bunu yuxarıya doğru itələyən qüvvə var idi. Artıq yuxarıya doğru itələyən qüvvə yoxdur. Sıfıra getdi. Ona görə T1-də nə edəcək? Artacaq. Sadəcə bunu aşağıya doğru çəkin, MC qaldı. Ona görə T1 artacaq. Azalar, artar. E variantı. 50. Bizdən bu ifadə deyir nə ilə təyin olunur? Gəlin belə eləyək. Düsturu çıxartmağa çalışaq. Burada Q, M yük və kütlədir. Düsturumuz belə idi. R bərabərdir. MV bölünsün. QB. Buradan nəyi tapıblar? Buradan heç nə tapmayıblar. Buradan yazmayaq. Düzgün olmayacaq. QBV. QVB. Bu Lorentz qüvvəsidir. F Lorentzi bölüblər M-ə. Əgər burada yalnız Lorentz qüvvəsi təsir edirsə, onda Lorentz qüvvəsi MA-ya bərabər oldu. Bölünsün M. M-lər ixtisar gedəndə bizə təcili verəcək. Zərrəciyin təcili. Hələ birinci sual. Qarşılı ötürmədir. Omeqaları müqayisə eləməliyik. Əvvəlcə 1-dən 2-yə baxırıq. Bu tip məsələlərdə həmişə omeqalar bərabər olmalıdır mütləq şəkildə. 2-dən 3-ə baxırıq. 2-dən 3 qarşına əlaqələndirilibdir. Omega radiusdan tərs asılıdır. 3-ün radiusu kiçik olduğu üçün deməli 3-ün omegası onlardan böyükdür. Omega 3 böyükdür. 1-dən 2 bərabərdir. B variantı. 52-ci maraqlı bir sualdır. Bizə deyir ki, T0 zaman anında sürət 0-a bərabər ola bilməz. Hansı hərəkət növündə? Baxın, əgər sürət 0-dırsa, bu yalnız yeyinləşən hərəkət edə bilər. Deməli, yeyinləşən hərəkəti mümkün deyil, ola bilməz. Yeyinləşən məsəl üçün 3 ola bilməz. 2-yə baxırıq, bərabər sürətli hərəkətdə. Bərabər sürətli hərəkətdə sürət sabit qalmalıdır. Amma bizə deyir ki, sürət 0-a bərabər olsun. Yəni, bərabər ola bilməz. Bu ödəməz də bərabər sürətli hərəkətdə ödəməz. 1-ə baxırıq. Bir dəqiqə daha doğrusu. Bir dəqiqə T0 zaman anında sürət 0-a bərabər ola bilməz. Yəni, bərabər olması mümkün deyil. Bərabər sürətli hərəkətdə mümkün deyil. Bir də yavaşlayan hərəkətdə mümkün deyil. T bərabərdir 0 anında cisim yeyinləşən hərəkət edir. Yəni, yeyinləşən hərəkət ola bilər. Amma yerdə qalanlar nədir? 1-dən 2 ola bilməz. D variantı. 53. Bizdən T gərilmə qüvvəsini istəyir. F-in gərilməsi nə qədərdir? 12 Newtondur. Bura yazılıbdır. 12 Newton. Onda baxın. 1M üçün yaranan gərilmə 12 Newtondursa, 2 dənə M üçün olacaq 24. Onda bu bir tərəfdə 24-dür. Sonra baxırıq ki, 24 düşübdür 3M-ə. 3M-ə 24 düşübsə, 24 Newton düşürsə, bir dənə də M üçün yazarıq ki, 8 Newton. Burada T 2 dənə M üçün yazılıbdır. Onda burada 16 Newton olacaq. 16 Newton. Sonra 54-cü məsələmiz. Daha doğrusu 54 yazırdıq hələ. Bir dənə üzürü sayım, mən 53-ü saxlamışam, yaddan çıxıbdır. 54-ə baxdıq, 53-ə baxaq. Məhdəldən 8 kiloqram kütləli yük asılmışdır. Məhdəli ortadan qatlayıb neçə kiloqram kütləli yük asmaq lazımdır ki, hər iki halda mütləq uzanma deltadır. Delta L 1 bərabər delta L 2 olsun. Baxın, burada nəyə fikir vermək lazımdır? Ortadan qatlayırıqsa, başlanğıc uzunluq azaldır. L0 1 bərabərdir, L0 bölünsün 2. İkinci hal artıq 2 dəfə kiçikdir. Amma ortadan qatlayırıqsa, sahə burada 2 dəfə artacaq. S1. İndi gəlin delta L-in düsturunu çıxardaq. Bu düsturdan gedərəm mən. Sigma bərabərdir epsilon Y. Young modul dəyişmir, yəni eyni materialdır. Sigma yerinə yazaram. Burada kütlə var da. MC bölünsün S. MC bölünsün S. Deyəsək belə. Bərabərdir. Epsilonda delta L bölünsün S0. Burası Y'dir. Buradan delta L-i tapaq. Delta L bərabərdir. MGS0 bölünsün SY-yə. İndi baxın. Bizdə deyir ki,
mütləq uzanma dəyişməsində, burada mütləq uzanma dəyişməsində baxaq. L0 necə dəyişdi? L0 2 dəfə azaldı. Bu 2 dəfə azalanda bu da 2 dəfə azalacaq. S isə 2 dəfə artdı. S 2 dəfə artanda tərs asılı olduğu üçün bu yenə 2 dəfə azalacaq. Baxın, bunun dəyişməməsi üçün deməli yuxarıya bizə 4 lazımdır. 2 dəfə 2-ni 4 edir də, 4 dəfə azalır, baxın. 4 dəfə də artsa dəyişməz. Onda M-ə baxmaq lazımdır. M-i 4 dəfə artırmaq lazımdır ki, mütləq uzanma 4 dəfə artsın və nəticədə dəyişməsin. Bizə deyək ki, kütlə 8 kiloqramdır. Deməli, 8-i 4 dəfə artıracaq. 32 Newton olacaq. Daha doğrusu 32 kiloqram olacaq. Kütləni soruşur. 55. O cür 55-ci məsələmizdə nə deyilir? Deyir ki, hansı ifadələr doğrudur? Əgər 3 dənə protonu varsa, 3 proton litiuma aiddir. Amma bu iondur yoxsa atomda, onlara baxmaq lazımdır. Müsbətdir, mənfidir. Görürük ki, 3 protonu var, 2 elektronu var. Əgər elektronla protonların sayı bərabər olarsa, bu neytral idi, yükü 0 idi. Elektronların sayı protonların sayından böyük olarsa, mənfi yüklüydür. Əksinə, protonların sayı elektronların sayının böyüyündə müsbət yüklənirdi. Burada görürük ki, protonların sayı çoxdur. Deməli, bu müsbət iondur. Bir doğrudur. Litium iondur. Elektronların sayı 2-dir. Protonların sayı isə 3-ə bərabərdir. 56-cı sual. Bir cis maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar istiqamətdə yerləşdirilmiş naqildən keçən cəryan şiddətini 4 dəfə artırdıqda yazırıq. E2 bərabərdir 4 E1-ə. Amper qüvvəsi isə 30 mikronewton artıbdır. Yəni F1 üstəgəlsin 30 mikronewton. Çevirmirəm, çünki cavabı mikronewtona ifadə eləməliyəm onsuz. Amper qüvvəsinin düsturunu yazırıq. IBL-dir. Düz asılıdır. Yəni cəryan şiddəti artanda amper qüvvəsi də artmalıdır. Cəryan şiddəti 4 dəfə artıbsa, amper qüvvəsi də 4 dəfə artacaq. Bərabərdir 4 F1-ə. Bunu gətirək, burada nəzərə alaq. 4 F1 bərabərdir F1 üstəgəlsin 30. 3 F1 30-dur. F1-imiz 10 mikronewton olacaq. 57-ci sual. Rəqs konturunda sarğaca maqnit nüfuzluğu nü olan içlik daxil etdikdə tezlik, period, induktivliyi soruşur. İnduktivlikdən ilə başlayaq. L bərabərdir mü L0-dır. Daxil eləyəndə mü qədər artacaq. Mü dəfə artar E variantı. Period T bərabərdir 2pi kökü altında. LCD L vurulsun S. Yazaq. Burada L-in yerinə mən yazacağım. 2pi kök altında mü L0 vurulsun S. Yəni, kök altı düz asılıdır da, onda kök altı dəfə artar. Period C. Tezlik də perioddan tərs asılı olduğu üçün kök altı mü qədər azalacaq. D variantı. 58. Situasiya sualıdır. Düzdür, artıq birinci qruplara situasiya sualları düşmür, amma yenə məsələ kimi həll eləyir. Fotorezistorun elektrik keçiriciliyini tədqiq etmək üçün EHG-si 15 volt və daxili müqaməti 2 ohm olan yazaq. EHG-si 15 voltdur. Daxili müqamət kiçik yerdir. 2 ohmdur. Mənbəyə birləşdirərək üzərinə işıq şüası saldılar. Düşən işığın intensivliyini artırdıqda ampermetrin və voltmetrlərin göstəricilərinin dəyişdiyini müşahidə etdilər. Ampermetrin və voltmetrin göstəriciləri necə dəyişdi? Başlayaq birinci cihazımızı analiz eləməyə. Bizə fotorezistor verilibdir. Fotorezistor. Bu cihaz yarım keçiricidir. Yarım keçiricinin müqaməti temperaturdan tərs asılıdır. İşıq şüası salıblar burada. İşığın intensivliyini artırıblar. İntensivliyi artıbsa, bir növ temperatur kimi fikirləşsək, müqamət azaldı. Yəni, fotorezistorda intensivliyi ilə müqamət tərs asılıdır. İntensivliyi artıbsa, müqamət azaldı. Müqamət azalıbsa, I bərabərdir U bölünsün R-dən. Müqamət azalıbsa, I də artacaq. Yəni, ampermetr cəryan şiddəti, ampermetrin göstərişi artacaq. Bəs voltmetrə baxsaq, voltmetr U bərabərdir. Epsilon çıxılsın, I vurulsun R-dir. I necə dəyişdi dedik? I artdı. I artdısa, bu qarşıdakı mənfiyə görə U azalmalıdır. Yəni, voltmetrin göstərişi isə azalar.
59-cu sual. Ampermetrin göstərişi 0,5 amper olduqda fotorezistorun müqavimətini hesablayın. Gəlin belə yazaq məsələmizi. Verilənləri silməzdik. EHG 15 idi, daxili müqavimət 2 idi. I bərabərdir epsilon bölünsün. R ümumi artıq mən burada yazmalıyam. Burada bir dənə cihaz var, elə R yazım. R üstəgəlsin kiçir. Gətirib qiymətləri yerinə yazsam. 0,5 bərabərdir epsilon 15. Bu müqaviməti axtarıram, bilmirəm. Daxili müqavimət isə 2-dir. Belə eləyək. Hesablama rahat olsun deyə hər tərəfi 10-a vuraq. Bura eləyəcək 150. Sonra yazaq, çarpaz şəkildə vursam 5R bərabər 5R üstəgəlsin 10 bərabərdir 150-yə. 150-yə. Buradan 5R isə 150-dən 10-u çıxırıq, 140 eləyəcək. Mən R-i tapsam 28 ohm eləyir. Sonra bu 59-cu sualımız idi. 60-cı suala da baxaq. İşığın intensivliyi dəyişdikdə voltmetrin göstərişi 13 volt olarsa, ampermetrin göstərişi neçə olar? İntensivliyi dəyişiblər, voltmetrin göstərişi U 13 volt olubdur. Elə U bərabərdir epsilon çıxılsın I yerlə yazsam. 13 bərabərdir epsilon 15 idi. Çıxılsın I vurulsun R-də 2 idi. 2I bərabərdir 2-yə, I də bərabərdir 1 amper. Ampermetrin göstərişi 1 amper olubdur.